Adam küçənin sonunda dayandı və ətrafındakı qadınları bir-bir nəzərdən keçirərək yanındakı kişiyə tərəf dönüb, "O pilləkəndə oturan, söhbət edən qadın pozğundurmu?" deyə soruşdu. "Xeyr," deyə yanındakı kişi cavab verdi. Adam qaşlarını çataraq biraz qabaqda dayanmış başqa bir qadını işarə edərək soruşdu. "Bəs o necə? Küçənin başında dayanıb ayaqlarını nümayiş elətdirən o necə?" "Xeyr," deyə yanındakı kişi cavab verdi. Adam bu dəfə kənarda dayanıb diqqətlə baxan bir qadını işarə edərək "Bu necə? Görmürsən necə şəhvətlə baxır?" deyə soruşdu. "Xeyr, o da deyil." Adam səbirsiz şəkildə bir daha dönüb ətrafına baxdı və məyus bir halda "Bu küçədə heç pozğun qadın yoxdur?" deyə soruşdu. "Bu qadınların geyimlərinə bir bax, görmürsən necə geyiniblər?" Adam dərin bir nəfəs alıb sakit bir şəkildə dönərək "Pozğun nədir, Bay Burton?" deyə sual verdi. Adam tərəddüd etmədən öz bədənini pula satan rəzil biridir pozğun, Bay Ven Canze deyə cavab verdi. Digər adam başını bulayaraq "Xeyr, pozğun bu deyil, Bay Burton" deyə dilləndi. Adam təşviş və çaşqınlıq içində "Elədirsə nədir pozğunluq, Bay Ven Johnson" deyə soruşdu. Adam gözlərini digər adamın gözlərinə dikdi və xəfifcə gülümsəyərək dedi. "İnsanı tanımadan onun haqqında fikir bildirmək, həyatı haqqında heç nə bilmədiyi halda geyiminə görə insanları aşağılamaqdır pozğunluq, Bay Burton" deyə cavab verdi. Sonra əli ilə küçənin sonunu göstərərək "Küçənin sonunda bir bərbərxana var, Bay Burton. Ora yaxınlaşın, orada böyük bir güzgü var. O güzgüdə siz dünyanın ən pozğun, rəzil və alçaq və şərəfsiz adamını görəcəksiniz" deyə sözlərini bitirib dönüb getdi.